Gördüyün kimi Rövşən, sıxlıq müşahidə olunur. Bugünkü işimiz nədir? Yolu oxumaq. Yolu oxumaq dedikdə nəyi nəzərdə tuturam? Bax, qazdan ayağımızı götürürük. Zaten sıxlıqdır da dözü. Tələsəcək yerimiz yoxdur. Kiməsə aşağı sürətlə hərəkət etməyimizlə mane olmuruq. Hamı yavaş sürətlə gedir, düzdürmü? Və solumuzda da bir zolağı boş saxlamışıq. Əgər doğrudan da yol boşdursa, buyurub soldan ötüb keçə bilərlər. Biz indi nəyi müşahidə edirik? Axı belə bir deyim var, eşitmisən yəqin ki, maşın birdən-birə çıxdı yoluma. Piyada birdən-birə çıxdı yoluma. Heç nə birdən-birə olmur. Sən düzgün baxmamısan deyə zamanında onu görə bilməmsin. Yəni ehtimal nəzəriyyəsi. Baxaq. Bizim sağımızdakı zolaqda 3-4 maşın irəlidə, bax görsənmi? Mikroavtobus tipli yük avtomobili gedir, bax. Görsən. Onun arxasındakılar sənin zolağına çıxacaqlar. Niyə çıxacaqlar? Ona görə yox ki, sənin zolağın boşdur. Ona görə ki, o avtomobil iri qabarətli avtomobildir. Görüntünü məhdudlaşdırır. Onun arxasında gedən sürücülərin onun önünü görmədiyi üçün səbri çatmır onun ardınca getməyə. Anladın? Deməli, neyniyəcəklər? Çıxacaqlar sənin yolla, düzü? Bu dili oxumaq asandır. Bax, o avtomobil dönmə siqnalını yandırıb, gördün? O dili oxumaq asandır. Çünki yandırıb dönmə siqnalını məlumat ötürür. Cüzü qaza toxun. Ancaq qarşımızda gedən avtomobil, məlum, o manatlıq taksi deyirləri, bax onlardandır. Dönmə siqnalını yandırmadan dönür sağa, sola, qazdan ayağı götür. Bax, bu dili oxumaq biraz çətindir. Əslində bu da çətin deyil, ha. Tutuşdursan, yəni düzgün yolu analiz eləsən, başa düşərsən sənin başına nə gələcək. Kim sənin yoluna çıxacaq? Sürət azalt zamanında. Misal üçün, çox bastım. Əyləci bıraq. Misal üçün qarşıda sağ tərəfdə yenə də bax, yük avtomobili var, görsən? Sürəti aşağıdır, 1. Görüntünü məhdudlaşdırır, 2. Düzü, bax onun arxasında düzülüblər. Görsənmi? Onun arxasında o şəkildə dayanmağa hər sürücünün səbri çatmır. Balaca qaza toxun. Yəni, işimiz budur. Demirəm, yaxını unut, uzağa fokuslan. Yaxını da nəzarətdə saxlamaq şərti ilə bəli, qazdan ayağımızı götürüb vaxtında. Və sıxlığın ən böyük sirlərindən biri nədir? Biraz sərt dayandım. Sıxlıqda əyləc pedalını biraz tez basmaq lazımdır. Az basmaq lazımdır. Demirəm, tez dayanmaq lazımdır. Düz anlada sözümü. Mən demirəm ki, sıxlıqda tez dayanmaq lazımdır. Çox ara məsafəsi saxlamaq lazımdır. Yox. Əyləc pedalının 1/3-ni basılı saxlamaq lazımdır. Məqsəd də arxada stop işıqlarımızın yanmasıdır. Biz də onunla bax o avtomobilə, gördün, stop işığı yandı. Əyləc pedalını toxunan kimi arxada stop işığımız yanır. İndidən bizim dayanmağa ehtiyacımız yoxdur bu dəqiqə, düzü? Ancaq görsənmi, get-gedib bu avtomobili unut. Qarşıda gedən o yük avtomobili ki var, bizim zolaqda olan. Bax, onunla sən hesab götür. Görsən, indi uzaqlaşırsan. Deməli, yol boşdur, o gedir, biz də gedəsik. Amma ona yaxınlaşırsansa, deməli, qarşıda sürət azalır, yaxud da dayanacaqlar. Bəli, indidən əyləc pedalına toxunursan ki, arxanda olan nəqliyyat vasitələrinə də zamanında məlumat ötürəsən. Çünki əksər sürücülər sıxlıq olduğunu görür, deyir, onsuz tıxacdır da, probkadır. Fürsətdən istifadə edin, baxım görüm kim yazıb. Telefona baxırlar. Ya musiqi dəyişirlər. 1 saniyədə balaca qaza toxun. 1 saniyədə qarşıda hərəkət edən nəqliyyat vasitələri dayanır, onun xəbəri olmur. O da dayana bilmir deyil. Və tıxacda da, Allah uzaq eləsin, qəza olanda daha çox baş ağrısı olur. Niyə? Sürət azdır, ara məsafəsi azdır, zəncirvari qəza olur. Zəncirvari qəza baş verəndə onun təhlili də çətin olur. Yəni, DB tərəfindən ibtidai istintaqı da çətin olur. Biraz qaza toxun. Sığortanın
hadisəni qiymətləndirib zərər çəkəni müəyyənləşdirməsi də çətin olur. Yəni ümumi proses uzanır. Biri var, bir avtomobil başqa bir avtomobilə toxunsun, o daha tez aydınlaşır kim müqəssirdir, kim günahsızdır. Cüzi qəza toxun. Bəli, zəncirvari qəza olanda işlər dolaşır.